Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Hamınızı salamlayıram Allahın izni ilə. Bugünkü mövzum İsmail Əl-Buxarinin Sahih adlı kitabında bir hədis ətrafında inşallah ki qısa danışığım olacaq Allahın izni ilə. Bu videomu o kəslər dinləsin ki, həmən şəxslər insaf əhlidir. Nəfsi düşüncələrini qırağa qoysunlar və mövzuya mərifətlə yanaşsınlar. Aydın? Ekranda gördüyümüz proqram Əlixan bəy Musayevə aiddir. Hansı ki Əlixan bəy Qur'an-ı Kərimi xətalı tərcümə edib və söz verib ki, gələn nəşrlərdə düzəldəcək. Biiznillah gözləyirik, Allah ömür verirsə. Biz burada gəlirik inşallah 64-cü kitab Hərbi Yürüşlər kitabına daxil oluruq və 48-ci fəslə baxırıq. Fəslin adı Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin xəstələnməsi və onun vəfatı. Biz burada 1701-ci hədisə nəzər salırıq. Hədis gəlir xanım Ayşədən. İnşallah ki, hədisi zikr edək və hədisin ətrafında danışaq biiznillah. Bismillah. Rəvayət edilir ki, Ayşə deyərdi: Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm xəstələnərkən biz onun ağzına dərman qoyduq. Lakin o başı ilə bizə işarə edib dərman istəmədiyini bildirdi. Biz dedik, bu ona görədir ki, heç bir xəstə dərman xoşlamır. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm ayıldıqdan sonra dedi: Məgər mən sizə işarə edib ağzıma dərman qoymağı qadağan etmədimmi? Biz dedik, elə bildik ki, heç bir xəstə dərman xoşlamadığı kimi sən də dərman xoşlamırsan. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurdu: Qoy evin içində olan hər kəsə gözümün qabağında dərman verilsin. Yalnız Abbasdan başqa. Çünki o burada yox idi. Hədis bitdi. Hədislə tanış olduqsa, biiznillah hədisə qarşı olan münasibətim və iradlarımı inşallah ki sizlə paylaşım, bölüşüm və əhl-i sünnə vəl cəmaətdən xahiş və tələb edirəm ki, mənim bu iradlarıma, tutduğum nöqsanlara və suallara geniş, izah, aydın və nəqli və əqli dəlillər təqdim etsin. Çünki mənim tutduğum nöqsanlar hamısı nəqildəndir və Qur'andan olacaq biiznillah. Bismillah, başlayaq. Birinci tutduğum nöqsan bundan ibarətdir: Peyğəmbərin açıq əmrinə qarşı çıxmaları. Çünki hədisdə Peyğəmbər buyurdu, işarə ilə dərman istəmədiyini bildirdi. Amma xanımlar onun yerinə nə etdilər? Dərmanı verdilər. Bu birbaşa Əhzab surəsinin 36-cı ayəsi ilə toqquşur. Çünki Əhzab surəsinin 36-cı ayəsində Allah subhanahu və teala buyurur: Bismillahirrahmanirrahim. Allah və onun elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allah'a və onun elçisinə asi olan kəs əlbəttə ki, açıq aydın azğınlığa düşmüşdür. Amma biz görürük ki, Peyğəmbər zövcəsi nə edib? Peyğəmbərin əmrinə qarşı çıxıb. Həm də burada bir məsələ var. Rasulullahın əmri bir tərəfdə, qadınların iştihadı bir tərəfdə. Əmrə qarşı çıxmaq həm də iştihadi məsələdir. Bunu inşallah ki izah edəcəm Allahın izni ilə. İkinci məsələ:
peyğəmbəri digər insanlarla eyni səviyyədə görmələridir. Niyə? Çünki hədisdə deyirlər ki, hər xəstə dərmandan xoşlamaz. Bu iştihad etdilər, bu rəyə qənaət oldular və peyğəmbərə dərman verdilər. Hər xəstə dərman xoşlamaz deyir hədisdə. Sən bütün xəstələri Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmlə niyə bir tutursan ey qadın? Hələ sən Peyğəmbərin zövcəsisən. Axı bilmirsən ki, Nur surəsinin 63-cü ayəsində Allah buyurur. Ayənin əvvəlini qeyd edim inşallah. Bismillahirrahmanirrahim. Peyğəmbəri öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın. Bu ayə dəlildir ki, Peyğəmbər hamı kimi deyil. Aydın? Peyğəmbər hamı kimi deyil. Rəsul adi insan meyarı ilə ölçülməz. Buna Kur'an icazə vermir, buna Allah subhanahu və taala icazə vermir. Peyğəmbər xüsus insandır, rəhmətdir. Ey qadın. Üçüncü məsələ. Öz iştihadlarına vəhiydən üstün tutmaları. Yəni mühüm nöqsanlardan da biri budur. Çünki qadınlar nə etdi? Peyğəmbərin işarəsini gördülər, amma təvil etdilər və dedilər ki, yox, bu normal xəstə reaksiyasıdır. Çünki hər xəstə dərman xoşlamır. Bu iştihaddır, bu rəydir. Aydın? Yəni Nasın qarşısında iştihad etdilər. Burada mənim videomu qulaq asın tələbələrə bir üsul alimlərin bir sözünü, bir qaydasını yada salım ki, ey tələbələr, alimlər, üsul alimlərinin bir üsulu var ki, açıq mətin olan yerdə iştihada yer yoxdur. Yadva düşdü də bu qayda hamınızın. Təkrar edirəm, açıq, nas, dəlil olan yerdə iştihada yer yoxdur. Açıq nas Peyğəmbərin istəməməyidir. İşarə etdi ki, istəmirəm, dərmanı vermə. Qadın neynədi? Açıq dəlilə, Peyğəmbərin əyani olaraq dərmanı istəməməsinə məhəl qoymaraq, öz iştihadını irəli sürmələrini nə etdi? Nöqsan oldu. Aydın? Dördüncü məsələ, Peyğəmbərin qəzəblənməsi. Ən mühüm dəlillərimizdən də biri budur inşallah. Çünki hədisdə deyilir, mən sizə bunu qadağan etmədimmi? Peyğəmbər deyir də bunu. Alə Rəsulallah, düz. Bu ifadə göstərir ki, sadəcə Peyğəmbərin narazılığı mövzu deyil. Vəhinin qadağan etməsidir. Aydın? Çünki yenə Nur surəsinin 63-cü ayəsində Allah subhanahu və taala buyurur axı, onun əmrinə müxalif olanlar çəkinsinlər. Düz. Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən yaxud özlərinə ağrılı acılı bir əzaba üz verməsindən qorxsunlar. İndi Peyğəmbərin əmrinə qarşı çıxdılar, yoxsa çıxmadılar? Özü iştihadla, nassa, nas dəlilə nə etdilər? Əqillə, iştihadla, rəylə qarşı çıxdılar, çıxmadılar. Beşinci məsələ, cəza vermək. Cəza vermək nə deməkdir? Axı hədisdə Peyğəmbər buyurur, evdə olan hamıya eyni dərman verilsin. Əgər əhl-i sünnə mənə cavab vermək istəsə ki, səbuhid, saydıqlarının heç birisi haram, nöqsan, günah deyil, sual verəcəm. Əgər zövcələrin etdiyi bu əməl, bu feil, bu icraat, dərmanın verməsi və Peyğəmbərin sonra özünə gəlməsi və deməsi ki, evdə hamıya bu dərmanı verilsin, bu cəza idi, cəza deyildi.
tənbehdir, cəzadır, etdiklərinin səhv olduğunun elanıdır, təqdimatıdır. Əgər günah yox idisə, cəza nəyə lazımdır? Sual verirəm. Əgər günah yoxdursa, cəza niyə lazımdır? Mübah əmələ haçandan cəza tətbiq olunur İslamda. Məhkruh əmələ haçandan cəza olur İslam şəriətində. Yalnız və yalnız haram, günah iş olanda nə olunur? Cəza tətbiq olunur. Peyğəmbərin cəzası nə idi? Hamı içsin bu dərmandan. Günahın özü nə idi? Peyğəmbərin əmrinə, nasına müxalif olmaq. Necə müxalif olmaq? İctihad etmək. Aydın? Bunu Peyğəmbər zövcəsi idi bax. Ey əhl-i-sünnə vəl cəmaət. Və bədbəxtçilik budur ki, bu sizin Səhih Buxaridəndir. O ki siz ağız dolusu deyirsiniz, ey şiələr, bir dənə səhih hədisiniz yoxdur? Okey. Bu da sizin səhih hədisiniz. Mən ki sizin səhih hədisdən təqdim edirəm bunları. Aydın? 6-cı məsələ, 6-cı nöqsanım. 6-cı tutduğum nöqsan budur. Hədis niyə natamam yazıldı? İsmail əl-Buxari, niyə hədisin davabında yazmadın? Dərman nə idi? Dərmanı kim hazırlamışdı? Dərmanı kim gətirdi? Tərkibi nə idi? Və əsas, Peyğəmbər özünə gəldikdən sonra dedi ki, hamısı bunu içsin, Abbas istisna. Dərman içildimi? İçilmədimi? Niyə ardın təqdim etməmsən? Səbəb nə idi? Aydın? Yəni, əmirdən çıxmalar, Peyğəmbərin iradəsini pozmalar, öz ictihadlarını önə çəkmələr, Peyğəmbəri qəzəbləndirmələr, hədisin qopuğu, budur sizin Qurandan sonra ən səhih kitabınızdakı içindəki səhih hədis və Peyğəmbər zövcəsinin əməli budur. Nə deyim mən sizə? Nə deyim axı? Onuncu məsələ və mövzunu inşallah biiznillah bağlayıram. Abbasın istisna edilməsi. Çünki hədisdə Peyğəmbər dedi ki, hamı içsin, Abbasdan başqa. Bu da maraqlı məsələdir. Niyə? Çünki Abbas məsələdə, mövzuda iştirak etməmişdi və günaha da şərik olmamışdı. Bu fiqh baxımından belə bir prinsip göstərir ki, bir əmələ razı olmaq müəyyən mənada ona şərik olmaqdır. Aydın? Təkrar edirəm. Bir əmələ razı olmaq müəyyən mənada ona şərik olmaqdır. Bu prinsipdir, bu qaydadır, həm əhl-i-sünnədə, həm də şiədə. Yəni, otaqda olub etiraz etməyənlər də tənbih edildi və otaqda olmayanlar da bu günahdan azad edildi. Günah nə idi? Dərmanın içilməsi. İnşallah ki, mövzumu yekunlaşdırım və bu videoya sonuna kimi izləyənlərə təşəkkürümü bildirirəm. Bu mən Səbuhi Mehdi Ticaninin sadəcə Səhih Buxarini varaqlayıb, hədisi oxuyub və hədisə şərh vermək və nöqsanlarımı bildirmək oldu. İnşallah ki, mərifət əhli bu bəhslərdən və bu mövzudan çox şey başa düşər. Əla lənətullah aləl qövmi zalimin. Allahümme ya Rabbel Hüseyin, bil haqqil Hüseyin, işu sadrat Hüseyin, bizəxirul hüccə və aleykiməssələm və rəhmətullahi və bərəkətuhu.